Peyğəmbər buyurur: "Mən sa'a bi əxihi ila sultanin." Əgər bir dənə insan öz dostun, öz mömin qardaşın satır, bir zalimdir, zülm eləyir, bu da gedir ona xəbər verir. Ləm yəbdu ləhu minhu su'un və la məkruhun. Bu deyəndən sonra, bu gedib xəbər verəndən sonra heç o zalim də buna heç nə eləmir ha. Əhbətəllahu kullə əməlin əmilə. Pərverdigar aləm bu adam ki öz qardaşın, dostun satıb, nə qədər ibadəti var hamısı pozulur. Niyə görə? Qardaşı verdin zalimin bıçağının qabağına. Gerçi onun bıçağı kəsmədi, gerçi o buna heç nə eləmədi, amma sən satdın, bütün əməllərin pozuldu. Həzrət buyurur: "Fəin vəsələ ileyhi minhu su'un o məkruhun." Hala indi bu mömin qardaşın satıb, zalimə xəbər verib ki, bunlar otururlar, iclas eləyirlər, danışırlar, sənin barəndə nəsə deyirlər, eləyirlər, bu gedib ona xəbər verib. O da qızışıb, xəbəri eşitcəyin, bunları tutdu, bunlara zülm elədi. Buyurur: "Fəhuvə mə'a Fir'aun və ali Fir'aunə finnar." Qiyamətin günündə bu insan cəhənnəmdə Fir'aun və Fir'aunun yaxınları ilə bir yerdə olacaq. Niyə görə? Çünki qardaşın satıb.